Nədənsə düşünürdüm ki, bu alət həm sevindi və həm də biraz çaşdı deyəsən. Elə bildi yiyəsi hardasa uzaq səfərdən qayıdıb dilləndirir onu. Sonra hər şeyi anladı və başladı öz dilində Zahidə ağa deməyə. Ne oldu yaşın hazana kaldı? Ne oldu yaşın hazana kaldı? Karanlık gecede şam teki söndü. Dostların ağlayıp haline yandı. Yine de kalbimde bir hatire sevin. Ne oldu yaşın hazana döndü? Karanlık gecede şam teki söndü. Dostların haline yandım. Zahid kardeşim, yine de kalbimde bir hatire sen. Yine de kalbimde hatire sen. Yine de kalbimde bir hatire sen. Aman ayda demeyin. Bu, yarımçıq bir ömrə həsr olunmuş rekviyem idi. Bəlkə də gecikmiş, ləngimiş bir rekviyem. 37 illik nakam bir ömrə deyilmiş rekviyem.